Bu kitablar qədim Yunanlılar, Ərəb və Azərbaycan hikmətləri dadına çatar. Möhtərəm Rəşid bəy, amma bu kənddə bir uşaq da tapa bilməzsiniz ki, Qori seminariyasında oxumağa layiq. Ola bilməz. Bir baxın, bu uşağın necə ağıllı gözləri, mənalı baxışları. Kitab tam günümüzlə səsləşir, hər birimizin ortaq problemi olan vaxtın olmamasından bəhs edir. Söhbət Məşğul Ailə kitabından gedir. Əyləncələr şəhəri, Xoşbəxtlər rayonu, Azadlıq məhəlləsinin girişindəki sonuncu evdə qəribə bir ailə yaşayır. Məşğul ailə. Ежегодно в поисках новой жизни свои стаи покидают многие волки. Что нужно грозному хищнику? Исчезнув на целый век, он вновь вернулся в Альпы. Чемоданчик, то это не его чемоданчик, а мой чемоданчик. И вслед за таинственным незнакомцем, имя которого до поры до времени она не знает, София начинает удивительное putешествие. Öncelikle bu bir günlük, ana defteri değil. Yarın ortaokulun ilk günü. Ama neyse ki bu ortaokul şeyinde yalnız değilim. Benimle birlikte yanımda en iyi arkadaşım Rowley var. Bak, bilmen gerekenleri söyleyeyim sana. Qonağın qul alverçisi olmasından şübhələnmişdi. Üstəlik, Harry'ni otaqdan çıxaranda da qulağı bir-iki söz almışdı. Ürəyinə danmışdı ki, bu bəla onların başında çatlayacaq. Что ты с собой варенье? Да нет, я взял. Взял. Mr. Bastel is doing all he can, but matters are getting worse. Try to help. Cup of tea. Best thing in the world. Завтра мы оба уходим на пенсию. Но я постараюсь уговорить... На пенсию. Службы. И вот как город меня отблагодарил.